Şok endirim var dostlar. Hardasa birində 7 manat, 8 manat birbaşa enmə var. Süper. Birbaşa. Demək olar ki, yarı-yarıya endirimlər tətbiq olunur Emirate İnşaatda Profnastillərə. Hansı ki, bunların hamısını sizin qalınlıqlarını, uzunluqlarını, enlərini, hamısını, nə rəng olduğunu, hamısını tamaşasına informasiya verəcəm. Hal-hazırda bu gördüyümüz düz birinci, gördüyümüz elə birdən başlayaq, Karişni. Bu Karişni 52 adlandırılan, satılan məhsuldur. Demək 1 metr 14 sm enində, 6 metr uzunluğunda. Bunlar olub bizdə həmişə satışı 39 manat. bir ədədindən söhbət gedir. Bir ədədi, ha, bir ədədi. Bir dənəsi 6.9 kvadratdır. Bir ədədi 39 olub. İndi hal-hazırda düşüb 33 manata. Süper. Çox gözəl modeldir. 819 bilənlər bilir kodunda 819 6 metrəlik. Gəlib artıq onlar... Gəlib düşüb 052 adında gəlib düşübdü 33 manat. Həmişə 39 manat olub. Amma əslində bu aylarda endirim etmək heç bir o qədər lazımlı deyil. Çünki insanlar bəli, məcbur olduqları üçün alır. Ancaq biz onları düşünürük ki, biz bilirik ki, insanlar yay aylarında tikinti, təmir işlərinə başlayırlar. Ev tikməyə başlayırlar ki, bütün işləri tez quruyur. Yəni beton da tez quruyur, hörgü də tez quruyur, şpakulovka da tez quruyur. Ona görə də biz endirim edirik ki, daha rahat şəkildə öz mənzillərinin damlarını belə gözəl Profnastillərlə süper görkəmə gətirsinlər. Biz belə şeylər eləməsək Emirate İnşaat olmarıq. Əlbəttə ki, Yesevinin ən böyük bazası, tikinti bazası olmarıq. Biz təbii ki, belə şeylər eləməliyik mütəmadi olaraq. Və daha sonra hal-hazırda gördüyünüz 50 qarşısında da var. 055 adında 11 mat kodudur. Əslində 60-05 kodunda istifadə edirlər bunu. 60-20 deyil, 60-20 düzdür. Rəng fərqini olduğu üçün bu yaşıl çəmən matlıdır. Rəngi getmir, solmur. Bu da 1 metr 14 sm enində, 6 metr uzunluğunda olan məhsulumuzdur. Bu da düşübdür. Demək 43 manatdan, bu da düşüb 43 manatdan 35-36 manat. 35-36 manat arasında. Süper. Bu da 43 manatdan. Bəli. Çox böyük endirim də bunda var. Həmçinin bunların elə bir çeşidləri də var da, necə deyim, bax qalınlığından, nəziyindən tutmuş. Nəziyinə qalınlığına qədər həm də rəng müxtəlifliyi var. Məsələn, onun 52, bu 55. Gəlib bəri bax, hal-hazırda qavanda da var, yazıb yapışdırmışıq. Bu da yeni modelimizdir. 32 mat adında, bəli, 819 kodunda 060. Bu da həmçinin 1 metr 14 sm enində, 6 metr uzunluğunda. Bunların hamısı dünənlərim gəlibdir. Dünən gəlibdir. Yeni məhsul olmağına baxmayaraq gələn kimi endirmə salmışıq. Bəli, tamamilə doğrudur və gələn kimi də müştərilərə təklif yəni, əziz müştərilər, bundan 10 dənə, 15 dənə qalmıyor. Yəni, yetərincə var, istədiyiniz qədər var. İnsanlar bir çox halları düşünürlər ki, yəqin bir maldır 2 ədəd, 3 ədəd qalıb deyə endirmə sallar. Yox, bizdə əsla belə deyil. Yəni, bu dam örtüklərlə, yüzlərlə, minlərlə mənzilin üzərini bağlamaq mümkündür və istədiyiniz qədər də ölçümüz və rəngimiz və hətta modelimiz var. Bütün bunları yəni endirimli qiymətlərlə biz əziz müştərilərimizə təqdim edirik ki, onlar da öz mənzillərini belə gözəl Profnastillərlə görkəmə gətirsinlər. Əvvəllər təbii ki, keçmişdə şiferlərdən istifadə olunurdu və ya da bişmiş kərpiçlər var idi ki, onları bir-birinin üzərinə qoymaqla mənzillərin dam örtüklərini bağlayırlar. Bugün də onlar var. Bizim hansısa bildiyimiz o bişmiş kərpiçlər də kənd yerlərinə və ya da istirahət güşələrində tikilən mənzillərin damlarında kiremit deyirlər ona. Ondan istifadə olunurdu. Onun bir qədər qoyulması, vurulması, daha sonra su keçilib keçirilməməsi, altının düzəlməsi bir qədər çətin prosesdir. Həm də görkəm baxımından keçmişi xatırladır. İnsanlar bir qədər də sintez eləmək istəyirlər ki, müasirliklə keçmişi bərabərləşdirsinlər. Ona görə də belə müasir Profnastillər var ki, bunların ömrü daha uzundur, su keçirmir, paslanmır. Bəli. Həmən o danışdığınız keramika vəziyyətdə bir dəqiqə hal-hazırda çerepitsa deyilən. Bəli, onlar var. Onlar da sırf ona oxşuyur. Onlar da düzdür, həmçinin bu Profnastilin 6 metr olmağı və dam örtüyünə vurulmağı, yəni ustalarımız daha rahatdır. Bəli. Bir dəfə qaldırırsan, vurursan, düşürsən. Həm ev yəsi sürəti, yəni heç bir cala möhməsi olmasın. Yəni orada su damma ehtimalı sıfıra bərabərdir. Çünki bir dəfə atsa, onu da təbii ki, dam örtülərlə vurulanca daha keyfiyyətli.